Deyir ABC bərabərdir ACD-yə. Yəni bu bucaqlar oxşardır. Bura alfa yazıram, burada alfa yazıram və bura bir beta yazsam, onda burada beta olar. Çünki daxili çarpaz bucaqlardır. Qalır bizdə iki bucaq. Bura qamma və onda burada qamma olur. İndi burada alında 2 dənə oxşar 3 bucaq. İndi bizə BC-ni, yəni kiçik oturacağı 12 verib, AD-ni, yəni böyük oturacağı verib 27. Oxşarlıqdan tətbiq eləyə bilərik. Deməli, kiçik 3 bucaqda, yəni ABC 3 bucağında qammanın qarşısında 12 durur. 12-nin böyük bucaqda qammanın qarşısında AC durur. AC-yə nisbəti bərabərdir. Kiçik 3 bucaqda alfanın qarşısında AC durur. AC-nin böyük bucaqda alfanın qarşısında 27 durur. 27-yə nisbəti. Deməli, nə oldu? AC-nin kvadratı bərabərdir 12 vurulsun 27. Yəni AC bərabərdir kök altında 12 vurulsun 27. Gəlin bunun vuruqlarına ayırağın daha rahat olsun. 12-ni yazıram 3 vurulsun 4 kimi, 27-ni yazıram 3 vurulsun 9 kimi. Bərabərdir. Bax bu 2 dənə 3-dən, daha doğrusu belə yazaq. 3 vuru 3 9 eləyir. Bu 9 olduğu kimi saxlayaq və 4. Hər 9-dan kök çıxacaq 3 vur 3 və 4-dən də kök çıxacaq 2. Qalır 9 vurulsun 2 cavab 18. Deməli AC diaqonalımız oldu 18.